4 ildən sonra bu avtomobilin pulu təmiz çıxır. Bunun elektrikini alsam nə olar? Bu avtomobil 585 kilometrdir. Mən bunu 500 kilometr götürürəm. Amma tutaq ki 400 kilometr. Yəni öldürdüm bunu. 82 kilovatdır və 400 kilometr rahatlıqla yolu gedə bilər. Bununla Gəncəyə, nə bilim, Qazağa, Şəmkirə, o tərəflərə getmək mümkün olmayacaq. Bu sizdə ciddi psixolojik problem yaradacaq. Getmək mümkündür. Niyə mümkündür? Gedirsiniz, yolda dayanırsınız və avtomobili toqa qoyursunuz, təzədən davam edirsiniz. Ya da birbaşa müəyyən sürətlə gedirsiniz sonra və sonradan yenidən toqa qoyub geri qayıdırsınız. Mümkündür. Amma təcrübədən bilirəm ki, bu bir çox insanda ciddi psixolojik problem yaradır. Mən nəyə görə gözləməliyəm və s. Gəlin bunları unudaq. Tok alanda bunu harada istifadə edə bilərsiniz? Bakı ətrafı, Sumqayıt, Bakı və Şamaxı. Əgər ki, bu ərazilərdə sürəcəksinizsə, bunu başdan nəzərə alın. Lazım deyil bunu toka qoymaq. Sürürsünüz, axşam gəlirsiniz bunu, yenə də deyirəm, evinizdə. Mümkün qədər evinizdə şərait olsun bunu toka qoymaqdan ötürü. Və bunu toka qoymaq çox da çətin deyil. Çoxları deyir ki, mən bundan ötürü özəl aparat almalıyam, nə etməliyəm? Xeyr, dostlar, gündə 200 kilometr sürürsünüz və 200 kilometrdən sonra gəlirsiniz axşam. Bunu normal evdə ayrıca bir faza toka qoyursunuz və səhər-səhər bu yenidən tam şarj olur. Yəni burada heç bir problem yoxdur. Elektrik maşınla taksidə və yaxud da ki, turistik şirkətdə işlətmək olarmı və bu sərfəldirmi? Bəli, bu taksidə çox böyük ehtiyac olan bir avtomobildir. Tutaq ki, gündə 200 kilometr sürdünüz. Bundan ötürü siz yolda bu avtomobili toka qoymayacaqsınız. Hava şəraiti nə olur olsun, siz bunu toka qoymayacaqsınız. Çünki avtomobil, yenə deyirəm, 585 kilometrlikdir. Mən bunu öldürmüşəm, 400-ə salmışam və bunun 200-ünü də sizə gündəlik sürüşə verirəm. 7 nəfər rahat oturur deyə, ailə olsun, turist olsun, rahatlıqla götürdüyünə görə öz segmentində böyük rəğbət görəcək. İdarə etməsi çox rahatdır. İndi isə gəlin xərclərindən danışaq. 200 kilometr bunun benzinlisi ilə müqayisə edirəm. Benzinlisi dediyim kimi 9 litr benzin işlədəcək, 200 km 18 litr. Yenə də kobud bir hesab edirəm, bu da olsun 20 manat yanacaq. Ayda nə qədər edir? 600 manat. Bir dənə də buna yağ əlavə edirəm, 100 manat. Bu da edir ayda 700 manat. Neynədir? Gözəl insanlar, bir ildə 8400 manat. 5 il bu avtomobili dayanmadan bu cür istismar eləyəndə, indi digər xərcləri qoyuram da kənara. 4 ildən sonra bu avtomobilin pulu təmiz çıxır. Yəni deyirəm, elektriklinin benzindən fərqi odur ki, sizə ayda yağdan, əgər 200 km sürürsünüzsə və yanacaqdan haradasa 700 manat, 600 manat, bəzən 800 manat, ildə də kobud götürürəm 8000-8500 manat burada qənaət eləyə bilərsiniz. Bu da demək olar ki, avtomobili kreditdə salsanız əgər, avtomobilin kredit puludur. Yəni bunu unutmayın. Amma yenə də deyirəm, nəzərə alın ki, elektrikli, benzinli deyil, müsbət cəhətlər olduğu kimi mənfi cəhətlər də var.